Bu günləri isə hamılıqla bütün Allah dərd verməsin sizə. Çətinliyimiz, dərdimiz, xəstələr iltimas eləyib, xəstələrimiz var. Hamısını nəzərimizə alaq, hamımız. Bir anlıq belə istəyirəm mən Quran həqqi. Belə görsənə, belə sadə, siz belə səmimi danışıram da sizlə. Belə istəyim budur ki, bu günləri ağamızın, Mövlamızın, Babel-Həvaic ağanın məclisində hər şeydən aralana, heç olmasa nə vaxtımız qalıb, yarım saat. Bütün nə var ayrılaq, hə? Zehnimizdən kənarlaşdıraq, üst tutay Babel-Həvaicin qapısına, üst tutay Həzrəti Əbülfəzlül Abbasın qapısına. Bu Azərbaycanımızın balacasından böyüyə, böyüdən balacaya hamı Peyğəmbər və Ali Peyğəmbərə aşıqdır. Məlumdur. Bizim xəmirimiz, bizim can xəmirimiz, bizim ruhumuz Peyğəmbər və Ali Peyğəmbərin məhəbbəti ilə yoğrulub, Allah bizi onlardan ayrı salmasın inşallah. Hamı bizim üçün əzizdir, hamı bizim üçün sevimlidir. Amma bizim millətimiz, xalqımız Əbülfəzlül Abbasa çox aşıqdır. Ona görə bu günləri o çox aşıq olduğumuzun qapısına gedirik. Belə diqqətlə, qəşəng zehnimizi, yenə deyirəm, belə ürəyimizi, qəlbimizi aram eləyək, hər şeydən uzaqlaşaq, gedək ağamızın qapısına. Məqamı çox böyükdür. Bir alim yazıb bunu kitabında. Deyir ki, mənim bir adətim vardı. Hər gün İmam Hüseyni ziyarət eləyirdim. Hər gün, Kərbəlada yaşayırdım. Hər gün İmam Hüseyni ziyarət eləyirdim. Amma Əbülfəzlül Abbasın hərəminə həftədə bir dəfə gedirdim. Günlərin birində yatdım, yuxuda gördüm xanım Fatıma-i Zəhranı. Hamı ona salam verir, salamını alır. Mən salam verdim, gördüm xanım Zəhra məndən üz çevirdi. Dedim ki, niyə məndən üz çevirirsən Peyğəmbərin qızı? Dedi, çünki sən mənim oğlumu ziyarət eləmirsən. Dedim, mən sənin oğlun Hüseyni hər gün ziyarət eləm. Dedi, mənim oğlum Əbbası niyə bəs hər gün ziyarət eləmirsən? Mənim oğlum Əbbası da hər gün ziyarət elə. Bu qədər əzizdir. Necə əziz olmasın? Bax, bu aylı havada, bu əzizlərim o ayı götürsələr kameraya ilə qəşəng olar. Bax, bu aylı havada, ayın altında, Qəməri Bəni Haşim deyirlər də. Bəni Haşimin ayı, aya bənzədirlər Əbülfəzl Abbası. Mən də deyirəm bu sözü. Amma bəzən ürəyimdə deyəndə niskil qalır. Bilirsiniz nə niskil qalır? Deyirəm ki, Əbülfəzli aya bənzətməkdə bəlkə düz eləmirik. Niyə düz eləmirik? Çünki bu ay bir günəşdən cəmin nur alır. Amma Abbas 3 günəşdən nur aldı. Həm Əlidən nur aldı, həm Həsəndən, həm Hüseyndən, Allahın salamı olsun. 3 imamın dizinin dibində əyləşdi. 3 günəşdən nur aldı. Ona görə o ayın işığı daha parlaqdır. O ayın işığı daha əzəmətlidir. Və necə də olmasın ki, yeganə insandır ki, 3 məsum onun əlindən öpüb. 3 məsum. O məqama çatasan, 3 məsum imam sənin əlindən öpsün. Biri Həzrət Əli idi. Bilirsən nə vaxt öpdü? Elə ki, qundağda təzə doğulmuş Əbbası verdilər əlinin qucağına. Həzrət Əli aldı balasını, sağ qulağına azan oxudu, sol qulağına iqamə oxudu. O balanın qundağdan əlləri çıxan kimi Həzrət Əli öpdü, o əlləri başladı ağlamaq. Ümmülbənin dedi ki, Əli, oğlumun şikəstliyi var, oğlumda əlillik var. Onun əlini öpüb ağlayırsan. Dedi, bir gün gələcək bu əllər Allah yolunda kəsiləcək. Bir dənə oydu, Həzrət Əli öpdü. Bir dənə İmam Hüseyin öpdü. Bilsin, harada? O Fərat çayının kənarı ilə gəlirdi İmam Hüseyin. Həmid İbn Müslüm deyir ki, İmam Hüseyin elə qəzəbli gəlirdi. Bu günlərində oxumuşam məqtəldə. İlahi. Bunu sizə deməsəm, vallahi ürəyim narahat olar. Deyir, İmam Hüseyin Əbəlfəzə bir səndə tapşırmışdı. Deyirdi, qardaş, ged meydana. Mən təllin üstündə işarə deyəcəm, sən də mənə cavab deyərsən. Dedi, nə işarə deyəcəksən? Sən sağ olmağını bilim. Mən deyəcəm ki, Ənə İbn Muhammedinil Mustafa. Mənəm Mustafa Peyğəmbərin oğlu, sən də mənə meydanda döyüşə deyərsən, Ənə İbn Əliyyünül Murtəza. Mənəm Əliyyül Murtəzanın oğlu. İmam Hüseyin bir dəfə dedi bunu. Ənə İbn Muhammedinil Mustafa. Həzrəti Abbas da döyüşə dedi, Ənə İbn Əliyyünül Murtəza. Bir dəfə də İmam Hüseyin dedi, yenə cavabı aldı. 3-cü dəfə İmam Hüseyin bunu deyəndə cavab aldı, amma bizim nə cavab aldı? Qardaş,
dadıma çatdı. Qardaş köməyimə yet. Burada İmam Hüseyin deyir, qəzəblənmiş aslan kimi. Həmid ibn Müslim deyir ki, İmam Hüseyni heç nə və heç kəs saxlaya bilməzdi. Amma nədənsə Fərat çayının kənarında birdən dayandı İmam Hüseyin. Əyildi, yerdən bir şey götürdü, öpdü, qoydu gözü üstə. Əbülfəzl Əli idi. Bir dənə də 3-cü imamda İmam Zeynal Abidin ağadır, 4-cü imam. Bilirsən haça? Həzrəti Əbbasi dəfn eləyəndə, o əlləri ki onun yanına qoyanda əvvəl öpdü, sonra qoydu. Həzrəti Abbas gəlib Aşura günü İmam Hüseynə deyir ki, ağam, izin ver gedim meydana. Deyir, Abbas, sən də gedirsən. Öldürür məni bu söz. Sən də gedirsən. Səndən başqa kimin var? Sən də gedirsən. Dedi, gedirəm. Ürəyim sıxılır, qardaş, dözə bilmirəm. Ləqəz saqa sədri, ləqəz zaqa sədri. Saimtu minəl həyat. Ürəyim sıxılır, ağam, mövlam. Dedi, get, amma balalara su gətir, imkanı olsa. Əl-ətəş səsi dözmək olmur, qardaş, Əbbas. Balaların əl-ətəş səsinə, yandım səsinə, susuzluqdan yandım səsinə daha dözə bilmirəm, su gətir. Həzrət Əbülfəzl Abbas getdi meydana. O bir xətib var idi, Kazım-ül Yəzdi idi adı deyəsən. O yazmışdı bunu xatirələrində. Deyir ki, günlərin birində bir dəstə mömin gəldi mənim yanıma. Dedi, xəbəriniz var, hamımız eyni yuxu görmüşük. Deyir, dedim ki, nə yuxu görmüşsünüz? Dedi, hamımız Əbülfəzl Abbası görmüşük. Hamımız eyni yuxunu görmüşük. Həzrət Əbülfəzl Abbas səndən şikayət edir. Deyir, o mənim məktəlimi niyə düzgün oxumur? Deyir, mən dedim ki, mən hər gün oxuyuram. Demək olar ki, hər məclisdə Əbülfəzl Abbasdan oxuyuram. Gör nə deyir? Deyir, Abbas yuxuda bizə dedi ki, gedin Şeyx Kazıma deyin ki, mənim atdan yerə düşməyimi danışsın. Onu heç danışmır. Özdə necə danışsın? Mən necə deyirəm, elə danışsın. Deyir, yuxuda soruşdu, necə ağa, necə olub ki, necə çatdıraq ona? Dedi, ona belə denən Şeyx Kazıma. Minbərdə danışanda belə desin. Desin ki, bir adamın yuxarıdan, hündürdən yerə gələndə gözü ilə görər, əli ilə qoruyar. Mən atdan yerə gələndə nə gözüm görürdü, nə gözüm görürdü, nə əllərim vardı. Özümü necə qorudum mən? Üzü üstə gəldi Əbülfəzl Abbas yerə. İmam Hüseyin əleyhissalam bir əlin qoyub belinə, gəlir Əbülfəzl Abbasın yanına. İndi dedim də, bir gözünə ox dəyib, o biri gözün qan tutub, əllər yox, atdan üzü üstə dəyib. Kimdir gələn bilmir, belə deyir. Deyir, gələn kimsən bilmirəm, amma başımı kəsməyə gəlirsənsə biraz səbr elə. Qoy son dəfə qardaşım Hüseyin gəlsin. Siz Allah, İmam Hüseyin bu sözü eşitsən nə olar? Dedi, qardaş, mənəm. Gəldi, gördü, Abbas ağlayır. Abbas, ağlayırsan, sən Əlinin oğlusan. Sən Əlinin oğlusan, ağlayırsan. Dedi, ölümümə ağlamıram, qardaş. Ağlayıram ki, mən başımı sənin dizivə qoymuşam, sən başımı kimin dizinə qoyarsan? İndi İmam Hüseyin qayıdır xeymələrə. Amma bütün şəhidləri gətirirdi. Abbas özü dedi, Hüseyin, səni an verirəm anan Zəhraya, məni aparma. Niyə aparmayım səni? Qeyrət və Qurban Abbas, niyə aparmayım? Dedi, mən xeymədən çıxanda, Rüqəyyə mənim ətəyimdən tutdu. Mənə öz yanan dodaqların göstərdi. Dedi, əmi, indiyə qədər sən bizə nə söz vermişsən, eləmişsən. Mən də susuzam. Amma Əli Əsxərə su gətir. Qardaşıma su gətirmə, ona su söz vermişəm. Hüseyin,
Mən xəcalətliyəm, aparma məni xeymələrə. İndi İmam Hüseyin özü qayıdır. İlahi, heç qardaşın qəlbinə cavan qardaş dağı vurma. Qayıdır xeymələrə, bir əli belində, başını da tutub aşağı. Bütün xeymədəkilər qaçdı İmam Hüseynin qabağına. Həzrəti Zeynəb dedi, Eynə əxil Əbbas, qardaşım Əbbas hanı? Ümmü Gülsüm deyir, qardaşım Əbbas hanı? Səkinə deyir ki, əmim Əbbas hanı? Rüqəyyə deyir, əmim Əbbas hanı? İmam Hüseyin heç kəsə cavab vermədi. Bilirsən neynədi? Elə əli belində yavaş-yavaş gəldi. Əbbasın xeyməsinin sütununu aşırdı. Aç gözlerin geldim axa, aşık yerlerden alam, etrafı bir düşman alıp, razı olma tek kalam. Dur razı olma tek kalam. Əbəlfəz üşüb qollarım bədəndən qardaş harali, qalıb gül cismin bu Nəxlistanda yaralı. Susuz sakka xeymede yol gözlür Rüqəyyəm, deyir Allah teşnədir babın maralı. Susuz sakka xeymede yol gözlür Rüqəyyəm, deyir Allah teşnedir babın marali. Əbəlfəz ələmdar, vəfadar, sesime ses ver Əbəlfəz. Əbəlfəz hərəmində deyəsən vəfadar, az bəs ki səyyada ox vurub, Ümmülbənin aslanine acizdi her hazik tabip, bu yareler dermanine. Ali sınsın alnıva üç per oxuranın. Əbəlfəz gözü çıxsın gözləri və qan dolduranın. Yorulmazdın qəhrəman qardaş heç zaman sən, zəlil olsun şirmi meydanda yoranı. Yorulmazdın qəhrəman qardaş heç zaman sən, zəlil olsun şirmi meydanda yoranın. Əbəlfəz İnşallah Beynul Hərəmeyndədir. Vəfadar Əbəlfəz, Əbəlfəz.